Heç fikirləşmisinizmi ki, gündəlik həyatımızı, məsələn, dostluq əlaqələrimizi və ya getdiyimiz yolları idarə edən gizli bir sistem ola bilər? Elə bil hər şeyin arxasında bir xəritə var. Bugün biz məhz o xəritəni kəşf edəcəyik. Sosial şəbəkələrdən tutmuş, naviqasiya proqramlarına qədər hər şeyin təməlində dayanan o möhtəşəm əlaqələr şəbəkəsini, yəni qrafları başa düşəcəyik. Gəlin çox sadə bir şey düşünək. Hamımızın hər gün istifadə etdiyi bir şey. Telefonu çıxarırsınız, bir ünvan yazırsınız və saniyələr içində proqram sizə ən sürətli marşrutu göstərir. Yaxşı, bəs bu necə olur? Yəni, sanki bir sehir kimidir, elə deyilmi? Əlbəttə, bu təsadüfi deyil. Bunun arxasında çox güclü bir məntiq yatır. Cavab, əslində, qarışıq görünən dünyanı anlamağın çox sadə bir yolunda gizlənir. Təsəvvür eləyin, mürəkkəb bir şəklə baxmaq əvəzinə hər şeyi sadəcə nöqtələr və onları birləşdirən xəttlər kimi görürük. Vəssalam. Bütün əlaqələrin xəritəsi gözümüzün qabağındadır. Yaxşı, gəlin bu sirrin pərdə arxasına baxaq və tapmacanı həll edən o möhtəşəm alətlə tanış olaq. Bu, riyaziyyat və kompüter elmlərinin demək olar ki, gizli super qəhrəmanıdır. Adı isə qrafdır. Heç narahat olmayın, adı sizi qorxutmasın. Bu qəliz bir şey deyil. Qraf sadəcə olaraq, belə deyək də, obyektləri, məsələn, şəhərləri, insanları fərqi yoxdur. Nöqtə kimi təsəvvür eləməkdir. Onların arasındakı əlaqələri isə, yəni yolları, dostluqları, bunları da xətlərlə göstərməkdir. Bax, bu qədər sadə. İndi ki, ümumi ideyanı tutduq, gəlin qrafların dilini öyrənək ki, onlarla danışa bilək. Cəmi 4 dənə sadə termin var. Qorxulu heç nə yoxdur. Gəlin birlikdə baxaq. Deməli, birinci gedir təpə. Bu, bizim xəritədəki hər hansı bir nöqtədir. Məsələn, bir şəhər. Sonra gəlir til. Bu, iki təpəni birləşdirən iki tərəfli yoldur. Yəni, o tərəfə də gedə bilərsən, bu tərəfə də. Üçüncüsü, qövs. Bax, bu maraqlıdır. Bu, bir tərəfli küçə kimidir. Oxla göstərilir. Yalnız ox istiqamətində gedə bilərsən. Və nəhayət ilcək. Bu da elə bil ki, öz ətrafında fırlanan bir yoldur. Eyni nöqtədən başlayır, elə orada qayıdır. Baxın, bu şəkildə indicə danışdığımız hər şey var. Görürsünüz? Nöqtələr təpələrdir. Onları birləşdirən düz xətt til. Üstündə ox olan xətt qövs. Və o qıvrılıb özünə qayıdan xətt isə ilcəkdir. Vəssalam, artıq qrafların əlifbasını bilirsiniz. Yaxşı, əsasları öyrəndik. Amma ən maraqlı hissə indi başlayır. Məsələ burasındadır ki, hər problem eyni deyil. Elə deyilmi? Ona görə də hər problemi həll etmək üçün fərqli-fərqli xəritələr, yəni fərqli qraflar lazımdır. Gəlin birinci və ən sadə növdən başlayaq. Yönəldilməmiş qraf. Burada hər şey çox rahatdır. Bütün yollar iki tərəflidir. Yəni, A-dan B-yə yol varsa, deməli B-dən də A-ya qayıda bilərsən. Heç bir qadağa, heç bir məhdudiyyət yoxdur. Bunu təsəvvür eləmək üçün, məsələn, şəhərləri birləşdirən böyük şose yollarını düşünün. Bu yollarda adətən hər iki tərəfə hərəkət olur. Bax, bu tip əlaqələri göstərmək üçün yönəldilməmiş qraflar əla vasitədir. İndi isə gəlin işin içinə biraz qayda qanun əlavə edək. Yönəldilmiş qrafda artıq istiqamətin fərqi var. Xətlərimiz indi oxlara, yəni bizim öyrəndiyimiz qövslərə çevrilir. Bu, eynilə bir tərəfli küçələrlə dolu bir şəhər mərkəzinə bənzəyir. Bir küçəyə girə bilirsən, amma geri qayıtmaq üçün gərək bütün məhəlləni fırlanıb başqa yoldan gələsən. Burada istiqamət hər şeydir. Və nəhayət gəldik çıxdıq. Bizim o ən başdakı naviqasiya tapmacasını həll edəcək qraf növünə. Çəkili qraf. Baxın, burada hər bir xəttin üstündə əlavə bir məlumat da olur. Bu, adətən bir rəqəmdir və biz buna çəki deyirik. Deməli, bütün sir bundadır. Bizim naviqasiya proqramları dünyanı məhz belə bir çəkili qraf kimi görür. Hər bir yol sadəcə iki nöqtəni birləşdirən xətt deyil. O xəttin bir çəkisi var. Bu, məsafə ola bilər, vaxt ola bilər. Ən qısa yolu tapmağın sirri də məhz bu çəkiləri düzgün hesablamaqdadır. Yaxşı, deməli əlimizdə hər şey var. Təpələri bilirik, qövsləri bilirik, çəkləri də bilirik. Onda nəyi gözləyirik? Gəlin o ən başdakı naviqasiya məsələsini həll edək. Deməli, vəziyyət belədir. Mahir A şəhərindədir. Getmək istədiyi yer isə E şəhəridir. Xəritədə də görürük ki, bir neçə fərqli yol var və hər yolun üzərindəki rəqəm o yolun kilometrlə uzunluğudur, yəni çəkisi. Məqsədimiz nədir? Cəmi ən az olan marşrutu tapmaq. Bunu etmək üçün nə edəcəyik? Çox sadə. A nöqtəsindən başlayacağıq və bütün mümkün yolları bir-bir yoxlayacağıq. Hər marşrutun ümumi məsafəsini hesablayıb kənara yazacağıq. Hazırsınız? Başladıq. Birinci variant. A-dan B-yə, oradan C-yə, sonra D-yə və nəhayət E-yə. Rəqəmləri toplayaq,
12 üstəgəl 2 üstəgəl 6 üstəgəl 7 elədi 27 kilometr. Yaxşı. İndi ikinci yol. A-dan B-yə, oradan da birbaşa E-yə. Bu 12 üstəgəl 18 elədi 30 kilometr. Üçüncü variantı da baxaq. A-dan C-yə, sonra D-yə, oradan da E-yə. Bu isə 16 üstəgəl 6 üstəgəl 7. Bu da oldu 29 kilometr. Deməli, əlimizdə 3 rəqəm var. 27, 30 və 29. Bunların arasından ən kiçiyi, yəni qalibimiz. Bəli, 27. Ən qısa yol A-dan başlayıb B, C və D-dən keçərək Y-yə gedən yoldur. Bax, bu qədər asan. Təsəvvür edin, naviqasiya proqramları da eyni ilə bu məntiqlə işləyir. Sadəcə onlar bunu bizim üçün yüzlərlə, minlərlə yol arasından göz qırpımında hesablayır. İndi isə bir anlıq dayanın və öz həyatınızı düşünün. Sizin sosial şəbəkədəki dostluqlarınız, iş yerində bir layihədəki tapşırıqların bir-birindən asılılığı, hətta internetin özü, bütün bunlar əslində bir qrafdır. Bu yeni baxış bucağı ilə siz dünyadakı daha hansı gizli əlaqələri üzə çıxara bilərsiniz?